Salam. Ehtiyaclarla istəklər arasındakı fərqi çox da ayırd edə bilmədiyimizi düşünürəm. İnsanı ən çox stressə və depressiyaya salan ehtiyaclarla istəklərin qarışılmasıdır, qarışdırılmasıdır. Baxın, ehtiyaclarımız nədir? Daha çox təməl ehtiyaclar, fiziki, yemək, qida, soyuqdan, istidən qorunmaq, evin olmağı, başına yağışın yağmamağı və s. Bunlar bir insanın təməl ehtiyaclarıdır. Ancaq bizim istəklərimiz gəlib ehtiyacların yerinə oturanda və istəklərimizə qarşı olan tələbkarlığımız çoxalanda biz problem yaşamağa başlayırıq. Yəni istəklərimizin həyata keçməsi üçün tələbkarlıqda oluruq. Yəni tələb eləyirik həm özümüzdən, həm ətrafımızdan, həm partnyorumuzdan, həm valideynlərimizdən. Bilməliyik ki, həyatın, dünyanın, valideynlərimizin, böyüklərin bizə verməli olduğu şeylər daha çox bizim ehtiyaclarımızdır. Əgər ehtiyaclarımız qarşılanırsa, bir müddətə qədər valideynlər bizim ehtiyaclarımızı qarşılayır. Sonra öyrədilməlidir. Biz özümüz bu ehtiyacları qarşılayacaq səviyyəyə gəlməliyik. Bu olduqdan sonra istəklərimizi biz özümüz qarşılamalıyıq. Yəni sənin Fransaya getmə istəyin varsa, bunu sən özün etməlisən. Sənin çox belə qəşəng qızıl qatar həvəsin varsa, bunu sən özün etməlisən. Tamam, bunu kimsə edirsə və alma-vermə dəngəsi tamamlanırsa, okeydir. Amma bunun tələbində olmaq bizi problemə salır. Yəni sən bunu etməlisən. Malı-məli, must etməlisən. Sənin vəzifəndir. Bilməliyik ki, bizim istəklərimizi heç kimsə eləmə məcburiyyətində deyildir. Həmçinin heç kimsə də bizi bundan istəklərini tələb eləməməlidir. Məsəl üçün evladlarımız. Biz onların ehtiyaclarını qarşılaya bilərik. Bununla mükəlləfik. Ancaq biz onun istəklərinin hamısını qarşılama məcburiyyətində deyilik. Bəzən də gücümüz də çatmır. Biz dəstəkləməliyik, dəstəkçi olmalıyıq. Onlar öz istəklərini qarşılasınlar. İndi gəlin baxaq öz istəklərimizi nə qədər ehtiyaclar yerinə qoyuruq. Bilməliyik ki, ehtiyaclarımız qarşılanmırsa, stresə düşürüksə bu normaldır və bunun üçün bir aktivitə, fəaliyyətin gücləndirilməsi lazımdır. Amma istəklərimizin həyata keçməməsi bizi stresə salırsa, bunun altında irrasional inanclarımızdan olan tələbkarlıq durur. Yəni mən tələb edirəm ki, dünya mənə bunu versin, mən tələb edirəm ki, həyat mənə bunu versin, anam atam mənə bunu versin, sevgilim mənə bunu versin, ərim mənə bunu versin və s. Amma dönüb özümüzə baxmırıq ki, mən bu istəyimi həyata keçirməkdən ötürü mən nə edirəm? Mən bunu həyata keçirməkdən ötürü, bu istəyimi həyata keçirməkdən ötürü hansı bacarıq öyrənirəm? Hansı bir maddi gəlir əldə etmək üçün hansı məsuliyyəti götürürəm? Biz bunları nəzərdən qaçırırıq. Sanki biz bir mələyik, biz super-puper insanıq və mənim ətrafımda olan insanlar bunu mənə etməlidirlər. Çünki bu onların vəzifəsidir. Xeyr, belə bir şey yoxdur. Nəyə əsasən? O zaman siz özünüzə sual verin və məntiqli açıqlama gətirin ki, nəyə əsasən sənin bu istəyini kimsə həyata keçirməlidir? Baxın, nəyə əsasən, nəyə görə? O zaman sən də bir başqasının istəklərini həyata keçirməlisən də, düzdür? Eyni şəkildə sən də bir başqasının arzularını, istəklərini həyata keçirməklə mükəlləfsən. Biz bəzən qarşı tərəfə sərhəd qoyarıq, məsafə qoyarıq, amma özümüz heç kimin sərhədlərinə hörmət etmərik. Biz bəzən bir başqasına yox deyərik rahat bir şəkildə, amma biri bizə yox deyəndə çox incinərik. Unuduruq ki, qarşı tərəfin də yox demə haqqı var. Biz özümüzə elədiyimiz şeylərin həmişə qarşı tərəfin də haqqı olduğunu, qarşı tərəfin fikirlə razılaşmamalı olduğumuz haqlarda, zamanlarda özümüzə haqq veririk. Amma qarşı tərəf bizim fikrimizlə razı olmayanda biz bunu qəbul eləmirik. Necə yəni? Çünki beyin elə düşünür ki, bu mənim doğrumdur. Bu mənim doğrumdur da. Yəni və hər kəs mənim doğrularımla oturub durmalıdır. Nəyə görə? Düzdür? Tamam. Çox yaxşı olardı ki, biz burada bunu deyirik. Çox yaxşı olardı ki və bu çox böyük bir sevincdir. Çox böyük bir xoşbəxtlikdir ki, bizim yoldaşlıq elədiyimiz, partnyorluq elədiyimiz insanlar
bizimlə aşağı-yuxarı eyni fikri paylaşa bilirlər və biz anlaşıla bilirik. Bu çox yaxşı bir şeydir. Çox gözəl bir şeydir. Amma və lakin bunun olmasını tələb eləmək, buna görə münasibətləri bitirmək, bu biraz bizə toksik bir münasibətə gətirib çıxardır və çox diqqətli olmalıyıq. Çünki tələbkarlıq bizə tələbində olmaq bizə çox ziyan verən bir inancdır. Yəni mən həyata qarşı belə bir tələbdə bulunuram da, belə bir tələbdə oluram ki, sən mənə bunu verməlisən. Nəyə görə? Dünyanın belə bir qanunu varmı? Sən bu dünyaya gələrkən kim sənə söz veribdi ki, sən xoşbəxt olacaqsan və yaxud da ki, kim sənə söz veribdi ki, sən üzülməyəcəksən. Biz üzülməyi də qəbul edə bilmirik. Mən üzülməməliyəm. Niyə? Çünki üzülmək insana məxsus bir duyğudur. Ağlamaq insana məxsus bir duyğudur. Biz üzülə bilərik. Biz çox vaxt ona görə problem yaşayırıq ki, biz özümüzə üzülməyə icazə vermirik. Deyirik ki, mən üzülə bilmərəm. Çünki məni heç kim üzə bilməz. Üzülə bilərik. Tamam. Heç kimin səni üzməməsinə icazə verməyin bu bir IQ-nun yüksək səviyyəsidir. Yəni sən özündə o qədər təkmilləşdirirsən ki və deyirsən ki, tamam, qarşı tərəf belə bir davranış elədi. Mən buna məsafə qoyuram. Bu davranış mənim xoşuma gəlmədi. Mədəncə buna məsafə qoydum. Okay, mən buna fikrimi bildirdim və mən kənara çəkilirəm. Sənin çox sevdiyin insan, çox sevdiyin evladın da səni üzə bilər, üzülə bilərsən. Amma üzüldüyün üçün ona kobud davranmaq və ya ona qarşı sərt reaksiyalar verməyə bizim haqqımız yoxdur. Çünki biz deyirik ki, mən üzüldüm, sən kimsən ki, məni üzdün? Əgər biz bu düşüncə ilə münasibətə giririksə, onda qarşı tərəfi və evladımız olsun və ya partnyorumuz olsun, deyirik ki, sən məni üzə bilməzsən. Yox, biz üzülə bilərik. Biz üzülə bilərik, amma sən mənə hörmətsizlik edə bilməzsən. Burada mən biraz məsafə qoyuram. Burada biz doğru ünsiyyəti tapmalıyıq. Özümüzü ifadə eləməyi. Ki, yəni bax mən bu münasibətlərdə bunları sevmirəm. Sən mənə bu formada davrananda mən artıq səninlə daha mehriban ola bilmirəm. Tamam, siz özünüzü ifadə elədikdən sonra qarşı tərəf buna məhəl qoymursa, o zaman ciddi addımlar fikirləşməyin yeridir həqiqətən də. Yəni qarşı tərəf əlbəttə sizi saymırsa, sizə məhəl qoymursa, o zaman ciddi addımlar qoymaq lazımdır. Yəni orada tələbkarlıqla sən kimsən, savaşa girim, dalaşım, kavqa eləyim, təzədən 2 gündən sonra yenə cicim-bicim olum. Bu qarşı tərəf deyəcək ki, hə də, yəni təranədir də. Nə istəyirəm, eləyirəm. Okay, 2 gündən sonra gələcək yenə eyni şeylər. Yəni bunun bir ayarı yoxdur, bir sərhəddi yoxdur. Açıq qapıdır. Mən istədiyim kimi davranıram da. Yəni okay. Ona görə də bax, yəni hansı addımlarda nə deyəcəksiniz və nə dedikdən sonra hansı addımları atacaqsınız, o çox önəmlidir. Məsələn, deyək ki, çox qadınların qorxduğu xəyanət mövzusu. Xəyanət olunarsa, hə, mən nə edəcəm? Baxın, nə edəcəksiniz? Sizin bir duruşunuz, bir necə deyərlər, bir oturuşunuz, bir o özünüzlə fikirləriniz, qarşı tərəf bilirmi ki, qarşı tərəfə aydındırmı ki, mən bu addımı atsam, bu nə edəcək? Yəni və bunun geri dönüşü varmı? Əgər sizin özünüz üçün bu bəlli deyilsə, nə edəcəyiniz bəlli deyilsə, sizin hansı addım atacağınız hələ özünüz üçün bəlli və net deyilsə, orada ondan qorxmağınız heç bir məna ifadə eləmir. Sadəcə qorxursunuz və hadisələri enerjinizdə sizin onu hazırlamağa çalışır ki, yəni sən nə edəcəksən? Tamam, sənin belə bir qorxun var, beyin bunu planlayır. Hadi bakalım, sənin belə bir qorxun var, görək indi sən bu qorxu ilə başa çıxmaqdan ötürü bu hadisə gəlsin və sən bu hadisə ilə nə edəcəyini öyrən. Sən bundan net deyilsən. O hadisəni gəlməmişdən qabaq sən ondan öyrənəcəyin şeyləri netləşdirirsən özündə, dəqiq bilirsən və qarşı tərəf də bunu bildikdən sonra bəzən çox vaxt o hadisəyə də ehtiyac qalmır. Ona görə çox önəmlidir nə olduğunu bilmək, net nə edəcəyinizi bilmək. Öfkə gələndə nəyi kontrol edəcəksiniz?
baxın, əgər bir adam çox əsəbidirsə, sizə qarşı çox sərt davranır, sizi döyüb, sizi söyürsə, sizə şiddət tətbiq edirsə, baxın görün həmin adam digər sahələrdə də şiddət tətbiq edəndə, yəni əsəbi olanda müdirini döyür. Baxın, əgər bu adam öfkəsi gələndə müdirini döymürsə, demək öfkəsini kontrol edə bilir. Yəni öfkəsini kontrol edə bilən bir adamı anasının önündə, bacısının önündə, qardaşının önündə, müdirinin önündə əsəbləşəndə öfkəsini kontrol edə bilirsə, sizin önünüzdə mən öfkəmi kontrol edə bilmədim, elə səni çırpdım, səni vurdum deyib, amma qonşunun yanında çox mədəni olub, çox aristokrat görsənirsə və öfkəsini gizlədib kontrol edə bilirsə, bu sizin qoya bilmədiyiniz bir sərhəddir. Burası çox önəmlidir və düşünməyinizi istəyirəm.